Gördüm ha. Bu günlərdə kartoşka qaynatmışam. Bir də ət qaynatmışam. Qoyun əti. Həmin o mərzini pişirdiyim gün vardı ha. Dörtdür. Həmin günü bizim həyətdə bir dənə papağan mətlə qoyunları vardı. Qoyun saxlayır, öz içində belə. Qurbanda satırlar, kəsib yeyirlər belə. Mən həmin gün o Yesir mukbangı çəkdiyim günü mama dedi ki, ət kəsək də. Qaşa bir qara qoyunları vardı, o kəsdilər. Kəsdik. Baba həmin gün kəsdi. Onu böldük hərəmizə. Bacılarıma, hamıya ayrı-ayrı. Adama hardasa 7-8 kilo filan ət düşdü də. Belə. Onun içi altında həmin gün pişirdik. Sacın üstündə. Sonra qarnını təmizlədik, o yığışarı bir dəfə pişirərik. Balca bacım dedi ki, bizdə də qarın var. O da çəkərik, hazırlayarıq. Mənim də ət çəkən maşınım evdə qalıb. İndi o gətirməliyəm evə. Mamanın özünün yoxudur. Bizim hamımıza cehiz vermişdi ət çəkən. Özü köhnələrdə olanlarla işlədirdi. İndi bilməm harada. Bu qoyun ətindən də evdəki çəkilməli ətlər qalıb da. Mən gəlib evdə ət çəkən gətirib bu çəkməliyəm. Yəni yeməyim zəif idi, day zəifdir. Tək mənfi tərəfi odur ki, inci qoyun əti yemir. Bax, indi özümüz buna yürüyük, Fidoşla biz. Onun üçün də ayrıca toyuq qızartmışam. Toyuq da market toyuq yeyir. Ev toyuq yemir.